A və B vektorlar arasındakı bucaq 60 dərəcədir. A-nın modulu 5, B-nin modulu 6 olarsa, A vektoru və A üstəgəl B vektorlarının skaler hasilini tapın. Skaler hasil dedikdə biz A vektorunu, A üstəgəl B vektorunu, skaler hasilini A vurulsun A, üstəgəlsin A vurulsun B şəklində yaza bilərik. Və burada da A-nın özünə hasili onun modulunun kvadratını verir. Yəni modulda A-nın kvadratı üstəgəl A ilə B-nin skaler hasili isə onların modulları hasilinin və bir də onlar arasındakı bucağın kosinusuna hasilidir. Yəni kosinus 60 dərəcə bərabərdir. Alarıq, deməli 5-in kvadratı üstəgəlsin 5 vurulsun 6 vurulsun kosinus 60 dərəcədə 2-də 1 alır. Bərabərdir. 6 ilə 2 getsə 3 qalar. Deməli 25 üstəgəlsin 15 bərabərdir 40.